Yağışlı havada bu sadə qaydaya əməl etməsəniz cərimə oluna bilərsiniz. Cərimənin məbləğini isə videonun sonunda deyəcəm. Yağışlı, qarlı, dumanlı havada avtomobil idarə edirsinizsə, yaxın vuran işıqları mütləq qoşmaq lazımdır. Qaydaları zəif bilən sürücülər elə fikirləşir ki, faralar yalnız gecə vaxtı yolu işıqlandırmaq üçün nəzərdə tutulub. Əslində isə işıq cihazlarının vacib rollarının biri də sizin avtomobili yolda daha görünən etməkdir. Bəli, əksər yeni avtomobillərdə daima yanan LED işıqlar tək gözəllik üçün deyil, təhlükəsizlik üçün də nəzərdə tutulub. Bu kadrlara diqqətlə baxın. İşıqlarını yandırmayan sürücü yağışlı havada arxa güzgüdə demək olar ki, görünmür. Boşuna deyil ki, bir çox ölkələrdə ya payız-qış aylarında, ya ümumiyyətlə il boyu gecə-gündüz faralardan istifadə etmək mütləqdir. Bizim yol hərəkəti qaydalarının 73-cü maddəsində deyilir ki, məhdud görünmə şəraitində, yəni yağışlı, dumanlı və ya qarlı havada yaxın vuran işıqları və yaxud da ki, duman əleyhinə olan faraları mütləq qoşmaq lazımdır. Bu qayda pozuntusunun cəriməsi 30 manatdır. Qaydaları zəif bilən dostunuza bu videonu göndərin. Təhlükəsiz küçələr hər birimizdən başlayır. Maraqlı və faydalı videolar isə buraxmamaq üçün abunə olmağı unutmayın.